Türk Dövlətləri Təşkilatı yeni dünyada bizim bir güc mərkəzi formalaşdırmaq potensialına sahibdirmi? Sahibdirsə, hansı addımları atmalıyıq ki, bu gücə çataq? Elə sizin o son cümlənizdən ki, potensiala sahibdirmi? Bəli, güc mərkəzi olmaq baxımından potensiala sahibdir. Kifayət qədər Mərkəzi Asiya dövlətləri. Biz indi belə deyək də, o yerin adı Türkistandır. Bəli. Hətta yerin adını belə Türkistan o SSR-nin tərkibində bir vahid kimi idi. Onun adını da dəyişdilər, respublikalara parçaladılar. Yəni bu Mərkəzi Asiya, yəni Türk dövlətlərindən söhbət gedir. Türkiyə Cümhuriyyətidir, Azərbaycandır və digər kifayət qədər bilirsiniz ki, elə Rusiyanın da tərkibində nə qədər muxtar statuslu kifayət qədər potensial var, yəni Türk ailəsinin. Amma bu potensialı güc mərkəzinə çevrilməsinin qarşısını almaq istəyən böyük bir düşərgə var.